Mən riyaziyyat müəllimi Arzu Ələddin qızı. Bugün sizə 7 may monitorinq sınağını izah edəcəm. Qeyd edim ki, bundan sonraki sınaqlarımızda situasiya suallarına da üstünlük verəcəyik. Kanalımızı izləyin, abunə olmağı unutmayın. İndi isə gəlin başlayaq birinci sualdan. Deyir ki, atanın 42, 3 uşağının isə 4, 7, 11 yaşları var. Neçə ildən sonra atanın yaşı uşaqların yaşının cəminə bərabər olacaq. Uşaqlar, mən bilmirəm ki, aradan neçə il keçəcək. Yazıram 42 üstə gəl x. 3 uşağı var, 11, 11, 22-dir yaşlarının cəmi və hər uşağın da x qədər yaşı artacaq. Ona görə də yazıram üstə gəl 3x. Çünki atan yaşı artanda uşaqların da yaşı artır. İndi burada deməli 42-dən 22 çıxırıq, sağa sola keçirdirik, olur 20. 3x-dən də x çıxırıq, olur 2x bərabərdir 20-yə. X də bərabər 20-ni 2-yə bölürsünüz 10. Deməli 10 ildən sonra. Bir də oldu B. Keçək ikinciyə. Paralleqramın tərəfləri 12, 15-dir. Kiçik tərəfə çəkilmiş hündürlük 10 cm-dir. Yanınızda saxlayın, böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. Mənə deyir ki, böyük tərəfə çəkilmiş hündürlüyü tapın. Deməli 12 vuraq 10 bərabər olacaq 15 vuraq h. Hər iki halda biz sahəni tapmış oluruq. 120-ni də 15-ə böləndə uşaqlar cavab edir 8, yəni A variantı. Keçək üçüncü suala. Düzbucaqlı üçbucağın katetləri 3, 4 nisbətindədir, sahəsi 24-dür. Biz bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. Bərabər edirəm 24-ə. 12x kvadratını bölsəm 2-yə eləyir 6x kvadratı bərabər 24. X kvadrat da bərabər 24-ü 6-ya böləndə 4. Deməli bizim x-imiz uşaqlar alırıq. Burada biz müsbət 2 götürürük də, çünki fiqurun tərəfi mənfi olanmaz. X-imiz olur 2. Deyir petonuzu tap. Yadınızda saxlayın, düzbucaqlı üçbucaqda 3x, 4x olanda Misir üçbucağıdır. Bu da olur 5x. Bizə x-i 2 tapmışıq. 2 vur 5 eləyir 10. Yəni B variantı. Bunu yadda saxlayın. Məsələn, 6, 8, 10 üçbucağı var. 3, 4, 5 üçbucağı var. Dördüncü sualda, deməli 3-də bizdə oldu B. Dördüncü sualda, dairənin radiusunu 3 dəfə artıqda sahəsi 32 kvadrat santimetr artdı. Dairənin için sahəsi neçə kvadrat santimetr idi? Deməli, dairənin sahəsi, radiusu, əvvəl belə deyək də, pi r kvadratı. Sonra deyir, radiusunu 3 dəfə artırsaq, olacaq, məsəl üçün, 9 pi r kvadratı yazaq. 9 pi r kvadratı. 9 pi r kvadratından pi r kvadratını çıxanda uşaqlar eləyir 8 pi r kvadratı bərabərdir 32. Deyir ki, əslində burada bizə pini də versəydi yaxşı olardı, amma vermirdi. Dairənin radiusu 3 dəfə artırdıqda sahəsi 32 artdı. Əslində bunu verməli idi bizə. Gəlin burada bunun yanına bir dənə pi yazaq. Daha rahat olsun. 9 pi r kvadratından pi r kvadratını çıxanda 8 pi r kvadratı bərabərdir 32 pi yazaq. Pilər getsin. R kvadratı 32-ni 8-ə bölək 4. R'imiz ondan müsbət 2-dir. Deyir, dairənin üçün sahəsini tapın. Pi r kvadratı idi. Radiusumuz 2-dirsə, olacaq 4 pi. Yəqin ki, piyə də təqribi 3 veribdir. 4 vur 3, o da eləyir 12. D variantı. Sonra, 5-ci sualda silindrin oturacağının radiusu 4-dür. Bir silindr çəkər, uşaqlar, oturacağının radiusu 4-dür. Və hündürlüyü isə oturacağının çevrəsinin uzunluğuna bərabərdir. Oturacağımızın çevrəsinin uzunluğu 2 pi r-dir. Deməli, onda 2 vuraq pimiz 3-dür, radiusumuz 4-dür. Onda belə çıxır ki, hündürlüyümüz 24-dür. Deyir, yan səthinin sahəsini tap. Biz də bilirik ki, yan səthinin sahəsi 2 pi r vuraq h-dır. 2 pi r-imiz 24-lüydür. 24, h-ımız da 24-dür. Vuranda 576 edir. Sonra 6-cı suala baxaq. 6-da kuboidin tam səthinin sahəsi. Biz bilirik ki, daha doğrusu kubun tam səthinin sahəsi 6a kvadratıdır. Bərabərdir 150 qoyuram. 150-ni 6-ya bölürəm. A kvadrat eləyir 25. Deməli, A-mız 5-dir.
Kubun həcmini tapın və bərabərdir A kubu. 5-in kubu o da eləyir 125, yəni B variantı. 7-ci suala baxaq. Ölçüləri 6, 8, 10 olan metal paralelipiped əridilərək tili 2 sm olan kublar düzəldir. Neçə kub alındı? Uşaqlar, gəlin metal paralelipipedin həcmini tapaq. 6 vur 8 vur 10. Eləyir 480 kub santimetr. Və deyir əridilərək. Əritsək də yenə də həcm qalır. Tili 2 olan kublardır. Gəlin kubun həcmini tapaq. 2-nin kubu eləyir 8. 480-i bölək 8-ə eləsin 60 dənə. Deməli 60 dənə kub düzəldər. Sonra keçək 8-ci suala. Verilmiş sırada ədədlər üçün moda və medianın cəmini tapın. Uşaqlar, modamız baxın 12, 12, 18, 15, 15. Modamız 15-dir. Daha çox təkrarən 15-dir. Medianı necə tapacağıq? Medianda ədədləri artan sıra ilə yazaq. 12, 12. Baxın. Sonra yazaq 15, 15, 15. 3-dən 15-i də yazdıq. Sonra 18, 20 və 22. Baxın, bunları da yazdım. Soldan birini silirik, sağdan biri. Soldan biri, sağdan biri. Soldan biri, sağdan biri. Ortada ikisi qalır. Ortada ikisi qalanda toplayıb 2-yə bölürlər. 15-in 15-i toplayırsınız 30, 2-yə bölürsünüz 15 edir. Moda və median. Bizim modamız da 15 idi. Medianımız da 15 oldu. Toplayanda 30 elədi. Yəni A variantı. Moda ən çox özünü göstərən ədəddir. Belə deyək də, forslanan ədəd. 9-cu sualda deyir, 5 ədədin ədədi ortası 18-dir. 5-i vuraq 18-ə. Bunların cəmi nə qədər imiş? 90. Bu ədədlərə hansı ədədi əlavə etmək lazımdır ki, yeni ədədi orta 20 olsun. Deməli, yeni hansı ədədi əlavə edirsə, bu 6-cı ədəd olur. 6 ədədin ədədi ortası 20-dirsə, 6-nı vururam 20-yə, deməli, bunların cəmi 120-dir. Onda uşaqlar, 90 üstəgəl x-i 120-yə bərabər eləsəm, x oldu 120 çıx 90, o da eləyir nə qədər? 30. Deməli, 30 əlavə olunmalıymış. 9-da da oldu B variantı. Sonra 10-cu sualda qutuda 5 qırmızı, 7 göy, 8 yaşıl şar var. Çıxarılan şarın nə göy, nə də yaşıl olmaması ehtimalını tapın. Nə göy, nə də yaşıl olmasın. Onda deməli qırmızı ola bilər də. Toplamda nə qədər top var? 7 üstəgəl 8 üstəgəl 5 qədər. Yəni 20 dənə varımızdır. Onda belə çıxır ki, qırmızıdır. 20-də 5. Onu da ixtisar eləsəz 5-ə 4-də 1 olar A variantı. 10-da oldu A variantı. 11-də tənasüb kimi eləyə bilərik. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yazıram onda 0,8x bərabərdir 2,4-ü də vuraq 5-ə. Onda alıram 0,8x bərabərdir 12-yə. X də bərabərdir 12-ni bölürük 0,8-ə. Sanki 120-ni bölürsünüz 8-ə. 120-ni də 8-ə böləndə 15 düşür. İndi deyir ki, x-imiz 15-dir. X-in kvadratı, yəni 15-in kvadratı çıx 10. 15-in kvadratı 225-dir. 225-dən də 10 çıxanda edir 215. 215 olmalıdır uşaqlar. Bu görüm hesab səhv eləmədik. Bu baxaq. 2,4-ü 5-ə vurduq. Elədi 12. Bu düzdür. Bu da 0,8x. Bu da düz. İndi burada x da bərabərdir 12-ni bölürük 0,8-ə. Düz yazmışıq da uşaqlar. 120-ni bölürük 8-ə. O da eləyir 1, 5, 15. Bəli, biz düz tapmışıq. 15-in kvadratı 15 vur 15, 225 eləyir. 225-dən də 10 çıxanda eləyir 215. Yəni 215 olmalıdır. Bıraq, nə bilim, bir Y variantı yazaq 215. 11-də. Sonra 215 nəm D variantına qoyaq istəyirsiniz. 12-ci suala baxaq. 12-ci sualda qiyməti 200 manat olan malın qiyməti 20% artırıldı. Sonra yeni qiymət 20% azaldı. 20% artırırıqsa 200-ün uşaqlar 120%-ni tapaq. Vururam 120-yə, bölürəm 100-ə. Eləyir 240 manat. Sonra deyir 20% azaldı. 20% azaldısa elə 80%-ni tapa bilərik. Sıfırlar gedir. 4 dəfə 8, 32, 16, 19. Yeni qiymətimiz olur 192 manat B variantı. 12-də. Sonra
Baxalım 13-cü sualımıza. Deyir, bir boru hovuzu 6 saata, digəri 12 saata doldu. İkisi birdə hovuzun yarısını necə saata doldurar? İş hovuz məsələsinə görə A vur B bölünsün A plus B. 6 vur 12 bölürük 6 üstəgəl 12-yə. 72-ni 18-ə böləndə tam boru hovuz 4 saata dolur. Yarısı isə 2 saata. Sonra burada yəqin işarə səhv düşübdür. Çevrənin uzunluğu 12 pi olar. 14-cü sualda. Yazaq ora 18 pi olar da, belə deyək. Sonra bizdən nə istəyir orada? Deyir ki, uzunluğu verib bizə 18 pi. Biz də bilirik ki, 2 pi eğer düsturudur. Bərabər 18 pi yazsaq, pilər gedər. 18-i də 2-yə böləndə radius olar 9. Deyir ki, bu çevrənin daxilinə çəkilmiş ən böyük vətər. Ən böyük vətər diametrdir. 9-u da 2-yə vuracaqsınız, eləyəcək 18 B variantı. 15-ci sualda oturacağın tərəfləri 5 cm 12 olan paralelipipedin tam səthinin sahəsi 238-dir. Həcmini tapın. Biz bilirik ki, tam səthinin sahəsi 2 vurulsun AB, yəni 5 vuraq 12, 60. Üstə gələk, o birinə x demişəm də 5x, üstə gələk 12x, bərabərdir 238 yazaq. 238-i 2-yə bölsək uşaqlar, 60 üstə gəlsin 17x, bərabərdir 238-i 2-yə böləndə eləyəcək 119. 17x də bərabər 119-dan 60 çıxanda eləyir. Burada çox gümanki rəqəm səhvi var, çünki bir tam ədəd ala bilməyəcəyik. Yəni yolu buydu uşaqlar. Tapacaqdıq buradan x-i və həcmini də tap deyəndə bizim x-i tapmışdıq. Həcmini tapanda 5-i vuracaqdıq 12-yə, bir də aldığımız x-i. İndi bunu düzəldərik testdə. Test hələ düzü qrupa paylaşılmayıb, amma mən videosunu başlamışam izah eləməyə. Bunu sabahları düzəldərik. Sonra baxaq, deməli 16-cı suala. 16-da deyir ki, 10 şagirdin yaş ortalaması 12-dir. 12 vuruq ona, onların yaşlarının cəmi 120-dir. Müəllim gəldikdən sonra orta yaş 14 oldu. Müəllimin neçə yaşı var? Müəllim gələndən sonra deməli oldu burada 10 şagird idi, olur 11 nəfər. 14-ü vururam 11-ə, o deyir 154. Şagirdlərin yaşlarının cəmi 120 idisə, 154-dən də 120 çıxıram, müəllimin yaşı olacaq 34, yəni A variantı. Sonra baxaq 17-ci suala. 2 zər atılır, üst üzə düşən xallar cəminin 10 olmaz. 2 zər atılırsa, ümumi xalımız 6-nın kvadratı 36-dır. Xallar cəminin 10 olması ola bilər 5 qoşa, ola bilər 6-nın 4-ə, 4-ün 6-ya, başqa bir versiya yoxdur. 36-da 3 eləyir uşaqlar. Onu da 3-ə bölsəz 1, bu da 12. 12-də 1, yəni A variantı. 17-də A-dır. 18-də baxaq. Deyir, katerin axınla sürəti 24, axına qarşı sürəti 18-dir. Çayın sürətini tapın. Yadınızda saxlayın. Çayın sürətini tapanda axın ilədən axına qarşını çıxırsınız, 2-yə bölürsünüz, o da eləyir 3B variantı. Sonra 19. 4-də 3 ilə 2-də 1-nin fərqi 15 olan ədədin. Yazaq ora 4-də 3x, çıxaq 2-də 1x, bərabərdir 15. Ortaq məxrəcə gətirək, 4-ə gətirək. 4-də 3x-dən 4-də 2x çıxanda eləyir, 4-də 1x bərabərdir 15-ə. X də bərabərdir, çarpaz vursaz 60 eləyər. Ədədin deyir 20%-ni tap. Uşaqlar 20%-ni tapmaq elə 5-ə bölmək deməkdir. O da eləyir 12 A variantı. 20-ci sualımıza baxaq. 20-ci sualda deyir ki, radiusu 10 olan dairənin daxilinə tərəfi 4 olan kvadrat çəkilmişdir. Deməli, dairənin radiusu 10-dur. Daxilinə bir dəqiqə. Radiusu 10 olan dairənin daxilinə tərəfi 4 olan kvadrat çəkilmişdir. Uşaqlar, belə eləyək də. Kvadratda tərəfi 4-dür. Dairənin də radiusu nə qədərdir? 10-dur. Kənarda qalan sahəni tap. Kənarda bu qıraqlardır.
Mən dairənin sahəsindən pi r kvadratıdır da. 100'ün 10'un kvadratı 100. Pimiz də 3,14. Bu dairənin sahəsidir. Yəni 314. Kvadratın da sahəsi 4 vur 4 16'dır. 314'dən 16 çıxırıq. O da eləyir 298. Yəni A variantı. O qıraqdakıları istəyirdi bizdən. Növbəti baxaq 21-ci sualımıza. Deyir, silindrin hündürlüyünü 2 dəfə azaldıb, radiusunu 2 dəfə artırsaq, həcm necə dəyişir? Təsəvvür edin, 2-yə vurub 2-yə bölürsünüz. Heç nə də dəyişmir. A variantı. Hündürlüklə radius arasında çünki düz mütənasib asılılıq var. Yəni artanda artar, azalanda azalar. 22-ci sualda isə deyir ki, A çoxluğunun 15 elementi var, B çoxluğunun 12, kəsişmələri isə 5-dir. Yadınızda saxlayın, belə bir düstur var idi. N A çoxluğu üstə gəlsin, N B çoxluğu çıxılsın, N A kəsişir B bərabərdir, N A birləşir B-yə uşaqlar. Bu düsturdur. Burada indi 15-in üstə 12 gələcək və oradan da 5-ini çıxacaq, cavab eləyəcək 22 A variantı. Baxaq 23-cü sualımıza. 23-cü sualda ananın yaşı qızının yaşının 4 qatıdır. Deməli, anaya yazaq 4x, qızına yazaq 2x. 5 il əvvəl ana qızından 7 dəfə böyükdür. 5 il əvvəl ana qızından 7 dəfə böyükdürsə, onda belə yaza bilərikmi? 4x minus 5 bölünsün x minus 5 qızın yaşıdır və 7 dəfə böyükdür, bərabər edirəm 7-yə. Tənasübü həll edirəm 4x minus 5. Uşaqlar, x minus 5'i 7'ye vuranda 7x çıx 35 olur. O yüzden bu yüzden keçirdək. O mənfi 5 üstə gəl 35 bərabərdir 7x çıx 4x olur. Buradan da alırsınız ki 3x bərabərdir 30'a, x də bərabərdir 33'ə bölürsünüz, o da eləyir 10. Deyir, ananın indi neçə yaşı var? Demirdi, ananın yaşı qızın yaşının 4 qatıdır. 4'ü vururam ona, o da eləyir 40. Yəni bu dəqiqə 40 yaşı var. Sonra 24-cü sualda yazaq diaqramda, diaqram yoxdur burada. Belə bir şey çəksəz, uşaqlar. Alma 40%, armud 35%. Qoy olsun 40%. Armud 35%'dir. Nar olsun 25%. Uşaqlar, biz bilirik ki, bir şey tam olaraq 100%'dir. Deyir, nar 10 kilogram olarsa, cəmi neçə kilogram meyvə var? Nar 25%. Bizə dəqiqə 50-60, hətta bütövlükdə 100% onsuz da. 25%'i 10 olan ədədi tapırıq. Deməli 10'u bölürsünüz 25'e vurursunuz 100'e. O da eləyir nə qədər? 40 kilo meyvə var. B variantı. 25'e baxaq. Qonşu bucaqlardan biri digərindən 4 dəfə kiçikdir. Bucaqların fərqini tapın. Biri 4x-dir uşaqlar, biri də x-dir. Qonşu bucaqların cəmi 180'dir. 5x bərabərdir 180'da. X də üzr istəyirəm. 185'e bölürəm, eləyir 36. Deyir, fərqini tap. 4x idi, o biri də x idi. Fərqi 3x-dir uşaqlar. Sizi yormamaq üçün belə eləyirəm. 3'ü də vuram 36'ya, o da eləyir 108. Deməli, B variantıdır. 25'də B. Sonra baxaq B variantına. Deməli, deyir, atanın 38, 2 uşağının isə 8-12 yaşları var. Neçə ildən sonra atanın x yaşı artacaq. Uşaqların da yaşlarının cəmi bu dəqiqə 20'dir. Bunun da x yaşı artacaq. Bu uşağında. Ona görə də 20 üstə gəl 2x yazıram. Ətənliyi həll eləyək. 38'dən 20 çıxaq. Bərabər eləyək 2x çıx x-a. 18 bərabərdir x-a. Deyir, indi bu dəqiqə indi məndən nə soruşur? Neçə ildən sonra atanın yaşı, uşaqların yaşları cəminin deyir ki, mənə bərabər demir uşaqlar. 1,5 qat olacaq deyir. 1,5 qat. Onu gəlin belə eləyək də. 38 üstə gəl x 1,5 indiki yaşlarının deyil, yoxsa gələcək? Məncə gələcək yaşlarının deyir. 20 üstə gəlsin, qoyun hesablayayım deyəcəm. 2x bərabərdir 1,5. Belə daha doğru olar. Çünki bunda x yaş artır. Bunu da indi həll eləyək. Çarpaz vursaq 38 üstə gəl x bərabərdir. Bunu da uşaqlar 20 üstə gəl 2x-i da çarpaz şəkildə 1,5'e vursaz, 20'ni 1,5'e vursaz, olacaq 30. 2x-i 1,5'e vursaz, olacaq 3x. 38'dən də çıxırsınız 30'un, bərabər edirsiniz 3x çıx x-a. Cavab olur 8 bərabərdir 2x, x də bərabərdir 8'i 2'yə bölsəz 4. Deyir, neçə ildən sonra? 4 ildən sonra. Və salam.
İkinci, paralelogramın tərəfləri 8 və 10-dur. Böyük tərəfə çəkilmiş hündürlük 4-dür. Yəni sahəyə ilə getsək 10 vuraq 4 bərabər olur 8 vuraq h. Çünki o bir tərəfə çəkilmiş hündürlüyü bilmirəm, amma sahələr bərabərdir. H da bərabərdir 40-ı 8-ə bölsəz eləyəcək 5B variantı. Deməli, 1-də A olmuşdu, 2-də oldu B variantı. Keçəyin indi üçüncü sualımıza. Üçüncü sualda üçbucağın oturacağı 12, bu oturacağa çəkilmiş hündürlüyü isə 8-dir. Deməli 12 vuraq 8, üçbucaqdan söhbət gedir, bölürəm 2-yə. O da eləyir 48. Bircə dəqiqə. Burada uşaqlar rəqəmi dəyişərik, çünki normal rəqəm deyil. Bu sualda səhv var. İndi mən bunu testini atanda düzgün heysən atacaq. Yenə deyirəm, test hələ atılmayıb. Mən izahat çəkmişəm, çünki vaxtım var idi. Bu sualımızda qüsur var, bunu düzəldərik. Məsələn, burada belə də qoya bilərdik də. Məsələn, 6 qoyaq bunun yerinə. Üçüncü sualda. 6 qoysaq, uşaqlar, 12 vuraq 6, 72. 72-ni 2-yə bölsək 36. Deməli, kvadratın sayısı 36-dırsa, onda kvadratın tərəfi olacaq 6. Belə olsa daha yaxşı olar. Yəni, onu mən testdə düzəltdirəcəm, deyəcəm onu. Sonra, baxaq, deməli, nəyə? 4-cü suala. Dairanın radiusu 2 dəfə artarsa, sahəsi neçə faiz artar? Əvvəl sahəsi, məsəl üçündə, olub pi r kvadratı. 2 dəfə artanda olur 4 pi r kvadratı. 4 pi r kvadratından pi r kvadratını çıxanda eləyir 3 dənə pi r kvadratı. İndi nə qədər artdı uşaqlar? Pi r kvadratını məxrəcdə yazırsınız. 3 pi r kvadratını sürətdə yazırsınız. Vurursunuz 100-ə. Bunlar ixtisar getdi. Deməli 300% artdı. Ya da ki özünüzdən xəyal ədəd götürə bilərsiniz uşaqlar. 5-ci baxaq. Deyir ki, silindr yan səthinin sahəsi 144 pidir. Hündürlüyü 12-dir. Yan səthinin sayısı nə idi? S 2 pi r vuraq h idi. S yanda. İndi məndən nə istəyir? 144 pini oturacağın radiusunu tap deyir. Yan səthinin sayısını verir. 144 pini bölürəm 12-yə. Eləyir nə qədər? 12 pi. Deməli, oturacağın uzunluğu 12 pidir. Oturacağın uzunluq düsturda 2 pi r-dir. 2 pi r-i 12 pi-yə bərabərləsəm, uşaqlar, pilər gedər, radius olar 12 bölü 2, 6. Yəni, B variantı. 5-də B-dir. Baxaq 6-cı sualımıza. Kubun tam səthinin sayısı 216-dır. Tam səthinin sayısı 6 kvadratıdır. Bərabərdir 216. A kvadratı bərabərdir. 216-nı 6-ya bölürsünüz 36. Deməli, bir üzünün sahəsi elə 36 imiş də uşaqlar. Çünki A kvadratı daxil. 6-da oldu A variantı. 7-də tilib 4 olan kub formalı qabın yarısı doludur. Qabdakı suyun həcmini tapın. Kubun həcmi V bərabərdir A kubu. 4-ün kubu 64-dür. Yarısı da 64-ün uşaqlar eləyir 32. Bir də yadınızda saxlayın ki, bir kub metrimiz 1000 litr deməkdir. Ola bilər ki, sizdən soruşar ki, nə qədər su tökmək olar və s. Deyir, ədədlər sırasının medianı 21 olarsa x-i tap. Median 21-dirsə, baxın, soldan birini silib sağdan biri, soldan biri, sağdan biri, elə cavab 21-in özüdür. 8-də B variantı. 9-da 3 ədədin ədədi ortası 25-dir. 25-i vuraq 3-ə, eləyir nə qədər? 75. Deyir, bu ədədlərdən biri 15 olarsa, 75-dən də 15 çıxıram, digər 2 ədədin cəmi 60-dır. B variantı. Yəni, ədədi orta ilə geri dönüş eləmişdim. 10-cu sualda, sinifdəki 12 oğlan və 18 qız arasında seçilən bir nəfərin oğlan olma ehtimalı. Ümumi halımız 12 + 18, 30 nəfər var. Oğlan olma ehtimalı 30-da 12. Uşaqlar, 30-da 12-ni də ixtisar eləyək 6-ya. Burada eləyir 2, bu da 5. 5-də 2, onda da oldu B variantı. 11-ci sualda da tənasübdür. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. 5 vur 4 bərabərdir 0,2 x-a. X də bərabərdir. 20-ni bölürük 0,2-yə. O da eləyir, x-imiz eləyir 100. 100-ün də 10%. Ədədin 10% ilə 10-a bölmək deməkdir. Uşaqlar eləyir 10 A variantı. 11-də A.
12-yə baxaq. 100 manatlıq malın qiyməti əvvəlcə 10% artırıldı. Daha doğrusu 150 manat. 150 manatın 10%-i uşaqlar bilirsiniz ki, ona bölsək 15-dir. 15 manat artır, olur 165 manat. Sonra da yeni qiymət 10% artırıldı. Yenə də 10% artırılırsa 165-in 10%-i, yəni elə bir 10-a bölsəz 16,5 deməkdir. 165-in üstə 16,5 gəlirsə uşaqlar 5, vergül qaytaraq 1, 7, 8, 181,5. O da edir yenə də 12-də B variantı. 13-cü sualda 13-də hanı 13? 13-də deyir ki, usta bir işi 4 günə, şagirdi 12 günə bitirir. İkisi birlikdə həmin işi neçə günə bitirər? Düstur A vur B bölünsün A plus B'dir. Deməli, və yaxud da ki, belə də yadda saxlaya bilərsiniz. A-da 1, üstəgəl B-də 1, bərabərdir T-də 1. Onunla da işləmək olar uşaqlar. 4 vuraq 12 bölünsün 4 üstəgəl 12-yə. 48-i də 16-ya böləndə 3. Deməli, C variantı. 13-də C. 14-də baxaq. Çevrənin ən böyük vətəri 14-dür. Ən böyük vətər diametrdir. Diametr 14-dürsə, uşaqlar, radiusumuz 7-dir. Bu çevrənin uzunluğunu tapın. Çevrənin uzunluq düsturu 2 pi r-dir. 2 vuraq. Pimiz 3,14-dür. Vuraq 7. İndi bunu da hesablayası olsaq, 6,28-i 7-yə vursaq, səhv etmirəmsə 43,96 A variantı olmalıdır. A da elə. Sonra 15-də ölçüləri deyir 3, 4, 5 olan düzbucaqlı paralellərin tam səthinin sayısını tapın. Düsturumuz belədir ki, vurulsun AB, AC və BC-dir. 2 vurulsun, uşaqlar, AB 3 vur 4, 12, 4 vur 5, 20, 3 vur 5, 15. 37 üstəgəl, 12 üstəgəl 15, 27 üstə də 20 gələndə 47. 47-ni də 2-yə vursaz 94. B variantı. Yəni düsturu bilməlisiniz ki, burada tətbiq edə bilərsiniz. 16-cı sualda deyir ki, 5 ədədin ədədi ortası 10-dur. 5-i vururuq ona, deməli bunların cəmi eləyir 50. Bu siyahıdan ədədi ortası 6 olan 2 ədədi çıxardırıq. 6 vur 2 eləyir 12. 50-dən çıxırıq 12 uşaqlar, əlimizdə qalır cəmimiz 38. Bizim də 5 ədədimiz vardı. Əgər ədədin ikisini çıxardırıqsa, deyir ki, ədədi ortası 6 olan 2 ədəd çıxır. Burada da 38-i böləcəyik ki, çünki 2 ədəd çıxıbsa 5 ədədin ədədi ortası idi. Ədədi ortası 6 olan 2 ədəd çıxırıq, yəni 12-ni çıxsaq, eləyir 38. Yerdə ədədimiz 3 dənə ədədimiz qalır. 38-i də bölürük 3-ə, uşaqlar, amma burada cavab yoxdur. 12 tam 3-də 2 eləməlidir. Bunu haradasa düzəldib D variantına qoyarıq. 12 tam 3-də 2. Yazaq bura 12 tam 3-də 2. Amma testlərdə bu sizə düzgün veriləcək. Çünki mən həll elədikcə yoxlamış oluram. 2 zər atılır. Düşən xallar cəminin 11 olması. 2 zər atılırsa ümumi xal 36-dır. Xallar cəminin 11 olması 5, 6 ola bilər. 6, 5 ola bilər. Başqa bir versiya yoxdur. 36-da eləyir 2. İxtisar eləsək 2-yə 1. Bu da eləyir 18-də 1. A variantı. 17-də A. Sonra 18-ci sualda çayın axma sürəti 2 saat, katerin axın ilə sürəti 22-dir. Katerin axına qarşı sürətini tapın. Asan bir şeydir. Axına qarşı deyəndə bunları çıxırlar, eləyir 20. 18-də da oldu A. Sonra 19-cu suala baxaq. 19-da 5-də 2-si ilə 4-də 1-nin cəmi. Belə yazaq da uşaqlar. 5-də 2 x üstə gəlsin. 4-də 1 x bərabərdir 26-ya. Ortaq məxrəcə gətirsək, 4-ə vursaq 20, bu da eləyir 8. 5-ə vursaq 20, bu da 5. 20-də 13x bərabərdir 26-ya. Uşaqlar, hər tərəfi 13-ə bölə bilərsiniz. Baxın. Ya da ki, belə yazaq da sizi yormayım. 26-nı bölürsünüz 20-də 13-ə. Kəsirə böləndə birinci qalır, ikincinin tərsinə vurursunuz. Baxın, bu 13 ilə 26 gedir. Cavab eləyir 40. Deməli, bir ədədin yarısını tap. 40-dır. 40-ın da yarısı uşaqlar eləyir 20. A variantı. Yəni orada yarısı sözünə görə diqqət edəsiniz. Sonra 20-ci sualda deyir ki, dairənin daxilinə çəkilmiş kvadratın sayısı 64. Dairənin radiusu kvadratın tərəfinə bərabərdir. Uşaqlar, kvadratın sayısı 64-dürsə, nəyin kvadratı 64-dür? 8 vur 8, yəni 8-in. Deməli, radius 8 imiş. Dairənin sayəsini tapın. Pi r kvadratı düsturudur S.
O da 8'in kvadratı 64, vur pi, pimiz də 3'dür. O da eləyir 192, yəni A variantı. 20-də də oldu A. Sonra baxaq 21-ci sualımıza. Silindrin oturacağının radiusu 3 dəfə artırıb, hündürlüyünü 3 dəfə azaltsaq, həcmi necə dəyişər? Silindrin oturacağının radiusunu 3 dəfə azaltsaq, deməli, burada uşaqlar heç nə də dəyişmir. 3 dəfə artırır, 3 dəfə azaldır. Dəyişməz A variantı. Sonra 21 dedik, 22. A-B'nin alt çoxluğudur. Yəni A-nın hər bir elementi B-yə daxildir. A çoxluğunun 8 elementi var, B çoxluğunun 20. Deməli deyir ki, birləşməsini tap. Amma A-B'nin alt çoxluğudursa elə cavab 20 olacaq uşaqlar. Sonra 23-də atanın yaşı oğlunun yaşından 3 dəfə çoxdur. Onların yaşları cəmi 48-dir. Birinə 3x yazırıq, birinə də x yazırıq. Cəmi 48-dir. 4x bərabərdir 48-ə. X-imiz eləyir 12. Atanın neçə yaşı var? 12 vuraq 3, 36 yaşı var. 23-də cavab oldu A. 24-də deyir ki, qutudakı topların 30% sarı, 45% yaşıl, qalanı isə ağdır. Bir şey tam olaraq 100%dir. 45-in üstə 30 gəlirsiniz, eləyir 75%. 100-dən də 75%-ni çıxırsınız, eləyir 25%. Deməli, biz 25%-i 10 olan ədədi düşünməliyik. 10-u bölürük 25-ə, vururuq 100-ə. İxtisar getsə 25-ə, burada 1, burada da 4. 10 vur 4, eləyir 40. Qutda cəmi neçə top var? 40 dənə top var. B variantı. 25-ci sualımıza baxaq. Qonşu bucaqların nisbəti 2-7 kimidir. Deməli 2x üstə gəlsin 7x bərabərdir 180-ə. Qonşu bucaqların çünki cəmi 180-dir. 9x bərabərdir 180-də də x də eləyir 20. Böyük bucağı tap deyir. 20 vuraq 7, o da eləyəcək 140 dərəcə. B variantı. 25-də B. Bu da getdi. Bura qədər əziz şagirdlər, növbəti günlər artıq situasiya sualları da verəcəyik. Hazırlaşın, qəşəng təkrarlayın mövzuları, sınaqlarda özünüzü yoxlayın. Diqqətiniz üçün təşəkkür edirəm.